Salam uşaqlar, Kodeyradan dərs üçün ikinci sualına baxırıq. Daxil edilən natural ədədin rəqəmləri cəminin ədədin özünə tam bölünüb bölünmədiyini çap edən proqram yazmalıyıq. Gəlin yazaq. Deməli, bir ədəd daxil edilir. Inputunu alıram yenə. İndi bu ədədin özünün rəqəmlərinin cəminə tam bölünüb bölünmədiyini tapmalıyıq. Burada bir cəm məsələsi var. Gəlin bu ədədin rəqəmləri cəmini tapaq. Neçə rəqəmli olduğunu bilmədiyimizə görə bunun üzərində iterasiya qurub, for dövrü ilə iterasiya qurub rəqəmlərin cəmləsək daha yaxşı olar. Yazıram for in. Əgər mən n ədədin üzərində iterasiya aparmaq istəyirəmsə, ədəd üzərində iterasiya apara bilmərik. Ona görə bunu çevirməliyik sətr tipinə. str-n üzərində iterasiya aparıram və deyirəm ki, s bərabər olsun s plus i. Bu neynədir? Ədədin rəqəmlərini cəmləyəcək. Amma burada s bərabər 0 ədəd tipindədir. Mən burada str-n-in üzərində iterasiya apardığıma görə buradakı i sətr tipində olacaq. Yəni rəqəmlər dırnaq içində olacaq. 0-ın üzərinə, yəni ədədin üzərinə sətr gələndə xəta verdiyinə görə burada int yazmağımız daha doğrudur. Deməli, ədədin rəqəmlərini cəmlədik. İndi yoxlayıram. Əgər ədədin özü bölünürsə, rəqəmləri cəminə tam qalıqsız bölünürsə, səhv eləmirəmsə sual özü bölünməsi idi. Bir dənə suala yenidən baxaq. Natural ədədin rəqəmləri cəminin ədədin özünə tam bölünüb. Yox, rəqəmləri cəmi ədədin özünə tam bölünüb bölünmədiyi deyir. Ona görə əgər s n-ə qalıqsız bölünürsə, bölünəndə qalığı sıfıra bərabərdirsə, o zaman həmin, deməli, baxın, bölünmədiyini çap edən deyir. Sadəcə olaraq bölünüb bölünmədiyini çap edən. Bölünürsə desin bölünür. Əks halda bölünmürsə desin bölünmür. Gəlin yoxlayaq. Məsələn, elə bir ədəd yazaq ki, rəqəmlər cəmi həmin ədədə bölünsün. Bu mümkündürmü? Məsələn, məncə burada əksinə demək istəyib sualda. Çünki ədədin özü rəqəmlər cəminə tam bölünməsindən söhbət gedə bilər. Burada daxil edilən natural ədədin rəqəmləri cəminin ədədin özünə tam bölünüb bölünmədiyini. Rəqəmlər cəmi ədədin özünə necə tam bölünər? Yəni, burada ədədin özünün rəqəmləri cəminə tam bölünüb bölünmədiyini çap edən proqram deyir yəqin ki. Belə demirsə, biz yazdıq. Amma bu halda həmişə bölünmür çıxacaq. Çünki elə bir ədəd varmı ki, o ədədin rəqəmləri cəmi həmin ədədin özünə tam bölünsün. Ancaq 1-də ola bilər belə bir şey. Yəni, 1-də yazar, 2-də yazar. Bu sadəcə olaraq 10-a qədər belə ola bilər. Ondan sonra rəqəmləri cəmi həmişə ədədin özündən kiçik olacağına görə mümkün deyil ki, bölünür yazsın. Amma orada sualda deyilən kimi yazsaq belə yazmalıyıq. Yox, əksinə olsaydı, onda n-in isə bölünməsindən alınan qalıq sıfıra bərabərdir yazardıq. Gəlin keçək ikinci sualımıza, daha doğrusu üçüncü sualımıza. Deməli, deyir ki, daxil edilən natural üç rəqəmli ədədlərdən aşağıdakı formada yeni ədəd düzəlir. Ədədin ilk və ikinci və üçüncü rəqəmi cəmlənir. Deməli, məsələn, 982 yazmışıqsa, 9 ilə 8-i toplayıb yazıb 17. 8-in 2-də 10 verir. Niyə 10, 17 yazılıb? Çünki deyir ki, alınmış iki ədəd artma sırası ilə düzülür və yanaşı yazılır. Yaxşı, deməli, mən bunda nəyi tətbiq etməliyəm? 1, ədədin
birinci, ikinci rəqəmini cəmləməliyəm. Deməli, mən bu ədədin rəqəmlərinə tək-tək baxmalıyam. Yenə bu ədəd üzərində iterasiya getməlidir və ədədə ədəd kimi baxsaq əgər, rəqəmlərini tək-tək ayırmağımız çətin olacaq. Çətin olmayacaq. Əslində, elə də ayıra bilərik. 3 rəqəmli çünki ədəddən söhbət gedir. Rəqəm sayı məlumdur. Ya biz bunu STR-ə çevirib A0-da duranla A1-də duranı və A1-də duranla A2-də duranı cəmləməliyik. Ya da ədədin ona bölməsindən alınan qalıq. Bu kimi ifadələrdən istifadə edərək rəqəmləri tapdıqdan sonra cəmləməliyik. Yəni, birinci sətr tipi kimi baxaq buna, ədədi sətrə çevirək. Amma deyir ki, bu sualda bir də deyir ki, deməli, alınmış 2 ədəd artma sırası ilə düzülür və yanaşı yazılır. Proqram bütün 3 rəqəmli ədədlər içərisində hansı ədədlərdən 12, yəni 1217 alınır, onları çap etməlidir. Deməli, gəlin buna baxaq. Deməli, bütün 3 rəqəmli ədədlər dediyinə görə elə mən başdan 3 rəqəmli ədədlər üçün bir interval qururam. Deyirəm, ədədlərimiz olacaq 100-dən 1000-ə qədər. Rangein içində 1000 yazanda ən son 999-u götürürdü. Deməli, i dəyişəni birinci 100 qiymətini alacaq. Dedik ki, buna gəlin sətr tipi kimi baxaq. i bərabərdir STR i. Bunu sətrə çevirək. İndi mən burada sort metodunu tətbiq etməyi düşünürəm. Çünki ədəddir, deməli 1, 2, 2 ilə 3-ü cəmlədikdən sonra rəqəmlərini cəmlədikdən sonra biz bunu artma sırasından düzməliyik. Artma sırasını düzmək üçün də mənim ağlıma ilk gələn sort metodu oldu. İndi sort metodunu tətbiq edəcəm. Deməli, bunun üçün əvvəlcə boş bir siyahı təyin edirəm. Baxın, burada boş bir siyahı təyinini heç vaxt dövrdən əvvəldə etməyin bu tipli suallarda. Çünki biz bir ədəd üçün bunu etməyəcəyik. Biz 100-dən 1000-ə qədər bütün ədədlər üçün bunu edəcəyimizə görə hər dəfəsində hər ədəd üçün bizə boş bir siyahı lazımdır deyə boş siyahını dövrün içində təyin etmək lazımdır. S bərabərdir, deməli boş bir siyahıya. İndi deyirəm ki, S siyahısına əlavə etsin, appenddən əlavə edirəm. Baxın, indi burada ədədin birinci rəqəmi nədir? Int i-də, sıfırda duran deyilmi? Bunun üzərinə birinci ilə ikincini cəmləməlidir. i-də birdə duranı cəmləsin. İndi baxın, mən əgər bunu siyahıya bu şəkildə, yəni int i sıfırda duranla int i birdə duran intə çevirib bunu cəmlədimsə, alınan ədəd bəli, siyahıya əlavə edəcək. Amma mən sonra siyahını sort metodundan düzdükdən sonra bunu join metodundan birləşdirəcəm ki, 1217-yə bərabər olub olmadığını görüm. Yəni, əgər mən bunu ədəd kimi əlavə etsəm siyahıya, sonra bunu birləşdirəndə xəta baş verəcək. Ona görə bunu cəmlədikdən sonra STR tip çeviricisindən STR, yəni sətrə çevirirəm və siyahıya bu şəkildə əlavə edirəm. Sonra keçirəm ikinciyə. S.append. İndi demişdi axı bizə, həm də eyni zamanda. Yəni, bunu kopyalayaq. Eyni zamanda biz nəyi əlavə etməliydik? i1-də durandan, yəni ikinci yerdə durandan, üçüncü yerdə duranı cəmləməliydik. İkinci yerdə duran birinci indeksdir, üçüncü yerdə duran da ikinci indeksdir. Yəni, üçüncü rəqəmindən söhbət gedir. Deməli, bunları da cəmlədim, S siyahısını əlavə etdim. İndi siyahıda bunun dediyi kimi ədədin rəqəmləri cəmləndi və siyahıda gözləyir. İndi siyahını artma sırasından düzməliyəm. Bunun üçün siyahı metodu olan sort metodundan istifadə edirəm. S.sort yazıram. Burada bu metodu nəyəsə mənimsətmək olmaz. Çünki siyahı metodlarında mənimsətməyə ehtiyac yoxdur. Sonra mənimsətdikdən sonra siyahını təzədən çevirəcəm ədəd tipinə və 1217 ilə müqayisə edəcəm. Siyahını ədəd tipinə çevirmək üçün əvvəlcə siyahını sətrə çevirmək lazımdır. Onun üçün belə yazıram. Siyahını sətrə çevirəndə bir ad dəyişənini mənimsədəcəm. Sətrə çevirmək üçün join metodundan istifadə edirəm. S siyahısını join metodundan sətrə çevirdim. Bunu da elə bir dəfəlik burada ədədə çevirirəm. Deyirəm, sətrə çevirdikdən sonra ədədə çevir. İndi şərt qoyuram. Əgər həmin bu ədəd
1217-yə bərabər oldusa, o zaman o hansı 3 rəqəmlə ədədi idi? İ deyildimi? Həmin o i ədədini çap et. Gəlin baxaq. Baxın, görürsüz, həmin o 3 rəqəmli ədədlər çap olundu. 3 ilə 9 12, 9 ilə 8 17 və yaxud da digərləri. Baxın, burada 17 başda alınır, 12 sonra alınır. Amma artma sırasının düzlüyünə görə hamısında eyni qaydada alınır. Bu da bizim 3-cü sualımız.